Bugünkü dərsimizin mövzusu fiziki tərbiyə nəzəriyyəsi və metodikası elm tədris fənni kimi. Demək, fiziki tərbiyə nəzəriyyəsinin plan üzrə tərtibi bu formadadır. Fiziki tərbiyə nəzəriyyəsi metodikasının məzmunu, məqsəd və vəzifələri, fiziki tərbiyə nəzəriyyə metodikasının mənbələri və inkişaf mərhələləri. Təhsil sistemində fiziki tərbiyə nəzəriyyəsi metodikası uşaq şəxsiyyətinin inkişafı fiziki tərbiyənin qanunlarından bəhs edir. Pedagogikanın gələcək sahələrinin biri kimi fiziki tərbiyə nəzəriyyəsi özünün məzmun tamlığı və predmeti ilə fiziki mədəniyyətin ümumi nəzəriyyəsi və metodikasını öyrənir. Fiziki tərbiyənin qanuna uyğunluqlarını anadan olduğu ilk gündən məktəbə qədər yaşdan 17-18 yaşa qədər ki, ümumi təhsil məktəbi dövrü uşağın fiziki inkişafının idarə edilməsini öyrənmək bu elm sahəsinin spesifik predmetidir. Ümumi təhsil məktəbində fiziki tərbiyəyə rəhbərliyinin xüsusiyyətləri, onun müxtəlif yaş dövrlərində nəzəriyyə və metodikası, məqsəd və vəzifələri, metod və formaları, vasitə və yolları formalaşdırılmışdır. Fiziki tərbiyə təcrübəçi pedaqoji nəzəri əsasları tədqiq edir, onun təkmilləşdirməsi üsullarını, yol və vasitələrini göstərir. Fiziki tərbiyə tədris prosesi ilə bağlıdır. Şəxsiyyətin fiziki mədəniyyətinin formalaşdırılmasına istiqamətləndirilmişdir. Fiziki tərbiyə insanın mədəniyyətinin elə bir cəhətidir ki, bu zaman şəxsiyyətin bioloji, mənəvi imkanlarını reallaşdırılması artır. Məktəb fiziki tərbiyəsiz mövcud ola bilməz. Çünki belə bir fikirlə də razılaşmamaq olmaz ki, fiziki tərbiyə insanın dünyaya gəldiyi ilk dövrdən başlayır, ömrünün sonuna qədər davam edir. Məktəbdə fiziki tərbiyə müəllimlərin rəhbərliyi altında şagirdin öz sağlamlığını möhkəmləndirilməsi, çevişliyini və gümrahlığını təmin etməsi prosesidir. Bu proses fiziki mədəniyyətin müasir inkişaf səviyyəsinə uyğun olaraq təşkil edilməli və şagirdlərin fiziki kamilliyinə gətirib çıxartmalıdır. Fiziki tərbiyə nəzəriyyəsi fiziki tərbiyənin məzmununu, məqsəd və vəzifələrini, metod və formalarını işləyib hazırlayır. Məlumdur ki, obyektiv səbəblərdən meydana gələn fiziki tərbiyə təcrübəsi gənc nəsillər ötürülməklə yeni məzmun keyfiyyəti qazanmışdır. Bununla belə insanın fəaliyyəti onun bioloji sağlamlıqla yanaşı, onun mənəvi inkişafını da artırır. Belə bir cəhəti nəzərə almaq lazımdır ki, təcrübənin ötürülməsi və istifadə olunmasının əsasında sosial münasibətlərin mexanizmi durur. Fiziki tərbiyə anlayışı bir termin kimi nədən bəhs edir sualına cavab verərkən, hər şeydən əvvəl geniş mənada tərbiyə ünvanlayışı şərh olunmalıdır. Tərbiyə və fiziki tərbiyə anlayışları müəyyən tərbiyə və təhsil vəzifələrini yerinə yetirir. Pedaqoji prosesin bütün ümumi əlamətlərini özündə əks etdirir. Pedaqoq mütəxəssisin rolunu istiqamətləndirilməsi, fəaliyyətin təşkilinə uyğun pedaqoji prinsiplərdən istifadə etmək bu məqsədin əsas göstəricilərindən sayılmışdır. Fiziki tərbiyənin fərqli xüsusiyyətləri onunla müəyyənləşir ki, bu proses hərəkət verici vərdişlərin formalaşdırılması, istiqaməti, insanın fiziki keyfiyyətlərinin inkişaf etdirilməsi və onun fiziki qabiliyyətlərinin məzmusu ilə əlaqədardır. Məlumdur ki, fiziki tərbiyə iki spesifik cəhəti ilə fərqlənir. Hərəkət verici fəaliyyət və fiziki keyfiyyətlərin, yəni qabiliyyətlərin tərbiyəsi. Fiziki fəaliyyətin məktəblərin həyatında müstəsna rolu vardır. Tədqiqatların nəticələri göstərir ki, fiziki təmrinlərlə məşğul olmaq hiss orqanlarının, xüsusilə əzələ hərəki hissiyatının və müşahidə qabiliyyətinin inkişafına müsbət təsir göstərir. Bu zaman şagirdlərdə müşahidəçilik qabiliyyəti artır, ətrafdaşlara qarşı diqqətlilik hissi formalaşır. Fiziki hərəkətlərlə mütəmadi məşğul olmaq əsəblərinin sağlamlığı üçün əlverişlidir ki, əhəmiyyətlidir ki, bu da uşağın müvafiq əqli yüksəlişinə, hafizənin möhkəmlənməsinə əsaslı təsir göstərir. Tədqiqatların nəticələri göstərir ki, uşaqların gün rejiminə hərəkət fəaliyyətinin daxil edilməsi onlarda mənimsəmə səviyyəsini 0,4-0,7 bal yüksəldir. Bədən tərbiyəsi idmanla müntəzəm sürətdə məşğul olmaq beynin qidalı, təmiz qanla təsirini yaxşılaşdırır ki, bu da mərkəzi sinir sisteminin funksiyalı imkanlarının bütün sahələr üzrə yüksəldir ki, bu da öz növbəsində beynin əsas fizioloji fəaliyyəti olan oynama və tormozlanmanı tənzim edir. Bu proseslər daim qarşılıqlı
əlaqədə olur. Orqanizmin hərəkətləri sinir sistemində fəallıq yaradır. Eləcə də sinir sistemində tormozlanma prosesinin baş verməsi fəallığının dayandırılması ilə bağlıdır. Hərəkət təliminin əsasında fiziki təhsilin məzmunu insanın öz hərəkət verici imkanlardan səmərəli istifadə üsullarını xüsusi təlim prosesində öyrənməsi, hərəki bacarıqlar, vərdişlər və bununla əlaqədar zəruri biliklərin qazanılması durur. Fiziki tərbiyənin təhsil cəhəti isə hər şeydən əvvəl insanın öz hərəkət verici imkanlarından həyatı təcrübədə səmərəli şəkildə istifadə etməsi üçün başlıca əhəmiyyət daşıyır. Digər heç də az əhəmiyyət daşımayan cəhət isə orqanizmin təbii xüsusiyyətlərindən kompleks təsirlərin istiqamətləndirilməsidir. Bu cəhət insanın fiziki keyfiyyətləri ilə sıx əlaqədardır. Fiziki tərbiyənin bu cəhəti fiziki keyfiyyətlərin tərbiyəsi adlanır. Məktəbdə bədən tərbiyəsi adlı tədris fənni üzrə təhlillərimiz göstərir ki, bugünkü günə qədər şagirdlər əgər belə demək mümkünsə, hər iki sferada idmanlaşdırılmış bacarıq və vərdişləri mənimsəməyə çalışmışlar. Bu isə fiziki tərbiyənin əksərən son məqsəd və praktik meyarları kimi dəyərləndirilmişdir. Məktəblilər hazır hərəkət nümunələri öyrənməklə kifayətlənməməlidirlər. Onlar yaradıcı düşünməli, hər bir problemindən çıxış yolu tapmağı bacarmalı, hərəkət məsələlərin həlli yollarını müstəqil şəkildə axtarıb tapmağa nail olmalıdırlar. Hərəkət fəaliyyətin bütün ehtiyatlarını mənimsəmək, əlbəttə ki, fiziki tərbiyə dərslərində mənimsəmək praktiki olaraq mümkün deyildir. İndi hərəkət qüvvələrinin müxtəlif modifikasiyasını mənimsəməyi bilmək, məktəbləri öyrətmək, bu prinsipal imkanları bədən tərbiyəsi dərslərinə gətirə bilmək çox vacib tələbdir. Həyatda ümumiyyətlə fiziki hərəkətsizlik, işsiz yaşamaq və beləliklə ahənglər inkişaf etmək qeyri-mümkündür. Fiziki tərbiyənin məqsədinə belə bir baxımdan yanaşmalı olsaq, biz göstərməliyik ki, fiziki tərbiyənin başlıca məqsədi gənc səhrinin sağlamlığı möhkəmləndirməkdən, onun fiziki və mənəvi qabiliyyətlərini, qüvvə bacarıqlarını ahənglər inkişaf etdirməkdən ibarətdir. Təcrübə göstərir ki, fiziki hərəkətlərlə müntəzəm məşğul olan uşaqlar bədəncə sağlam, nikmə qıvraq böyüyürlər. Və sağlam orqanizm isə bütün həyat boyu insana lazımdır. Fiziki tərbiyə prosesinin nəticəsində əsasən aşağıdakılar əldə edilməlidir. Fiziki cəhətdən sağlam, kamil mənəvi keyfiyyətlərə yiyələnmiş insan yetişdirmək və bunun üçün şagirdlərin sağlamlığının təmin edilməsi və möhkəmləndirilməsi qayğısına qalmalı, onlarda zəruri hərəkət və bacarıq və vərdişləri formalaşdırmalı, fiziki mədəniyyətə dair zəruri biliklər verilməlidir. Qeyd edək ki, Sovetlər dönəmində fiziki tərbiyə və idman hazırlığı üzrə çoxlu proqramlar mövcud idi. Bunlardan biri məcburi proqram adlandırılırdı ki, və məktəbə qədər tərbiyə müəssisələrindən başlamış ali məktəblərdə və hərbi hissələrdə qədər olan bütün yaşdakı olan şəxsləri əhatə edirdi. İkinci isə öz fəaliyyət proqramıdır ki, bu da ümumi təhsil məktəblərində və ali məktəblərdə zəruri olaraq proqram şəkildə həyata keçirilirdi. Məcburi proqram üzrə məktəbə qədər tərbiyə müəssisələrində uşaqların fiziki tərbiyəsi ilə məşğul olmaq tərbiyəçilərə həvalə olunmuşdur. Ümumi təhsil məktəblərində isə bir tərəfdən fiziki tərbiyə məşğələləri həyata keçirilir, digər tərəfdən isə şagirdlər müəyyən idman bölmələrində məşğul olurdular. Məktəbli uşaqların bu istiqaməti üzrə tərbiyəsi ilə əsasən tərbiyəçi müəllimlər məşğul olurdular. Sovet dövründə məcburi proqramın əsasını şagirdlərin imkanları nəzərə almaqla əməyə və onun müdafiəsinə hazırlanan kompleksinin mühüm tələb və normaları təşkil edirdi. Bu normalar ilk dəfə 1930-cu ildə qəbul edilmiş, 1972-ci ildə əmək normalarının kompleks proqramları təsdiq edilərək istifadə olunmuşdur. Qeyd etmək lazımdır ki, kompleksdə ibtidai hərbi hazırlığa, vətən müdafiəsinə, sanitariya, gigiyena qaydalarına aid nəzəri biliklərin verilməsi də nəzərdə tutulurdu. Kompleks proqramda qeyd olunmuşdu ki, ümumi mədəniyyət kütlələrinin məişətinə daxil olmalı, müxtəlif yaşlarda olan insanların hamısı fiziki tərbiyə ilə məşğul olmalıdırlar. Kompleksin məzmunundan aydın görünür ki, ümumi təhsil məktəbləri
və şagirdləri fiziki tərbiyənin məzmununa cəhdlik, cəsurluq və idman sahəsində əvəzedilə kimi yetişməli və qüvvət, igidlik göstərməli, fiziki kamilliyə nail olmaq üçün əlindən gələni əsirgəməməlidirlər. Fiziki tərbiyənin meydana gəlməsi insan cəmiyyətinin əlilkin dövrləri ilə əlaqədardır. Bu obyektiv və subyektiv amillərin qarşılıqlı təsiri ilə bağlıdır. 1000 illər boyu insanların vəhşi heyvanlar mübarizəsi ona güc, dözümlülük, sevişlilik, diribaşlıq kimi fiziki keyfiyyətlər gətirmişdir. Bu mübarizədə insan kollektivlərinə qüvvə gətirə biləcək yeganə qüvvə onun fiziki hazırlığa yiyələnməsi ola bilərdi. İnsanın hərəkət bacarıqlar qazanmasında əməyin də müstəsna rolu olmuşdur. İnsan çalışma, çoxlu məşqlər sayəsində real əmək prosesinə qoşulur. Bu fəaliyyət növü hərəkətə çevrilir. İnsan sağlamlığının səviyyəsinin yüksəlməsi və fiziki hazırlığı bilavasitə fiziki məşqlər, hərəkətlər sayəsində mümkün olmuş və onun maddi nemətlərinin istehsalı sahəsində uğurlar əldə etməsinə səbəb olmuşdur. İbtidai insanlar uzun müddət heyvanlarla mübarizə aparmalı olmuşlar. Onlar yaşamaq üçün daha yaxşı qaçmalı, dözüm nümayiş etdirməli, daha cəld olmalı idilər. Qədim insan ov və çöl işlərində yaxşı fiziki hazırlığa malik olmalı, zədələnmələrə qarşı dözümlülük, güclü hiss etmə qabiliyyəti və digər təcrübi bilikləri qazanmalı idilər. Bu da onların yaşantısının təminatçısı olmuşdur. İbtidai icma quruluşunda fiziki tərbiyə insanların təkcə fiziki keyfiyyətlərinin artırılması üçün deyil, eyni zamanda gənclərin bir qrupdan digər bir qrup üzərinə fiziki cəhətcə tam hazırlıqlı şəkildə keçməsi üçün hazırlıq məqsədi daşımışdır. Demək, sinfi cəmiyyətin meydana gəlməsi fiziki tərbiyənin xarakterində dəyişikliklər yaratmışdır. Belə ki, quldarlıq quruluşunda fiziki tərbiyə hərbi xarakter alaraq bir qrupun digər bir qrup üzərində aparılmasını təmin etmək üçün gərəkli olmuşdur. Əgər ibtidai icma dövründə icma üzvlərinin hamısı eyni dərəcədə fiziki tərbiyə ilə məşğul olurdusa və fiziki tərbiyə bu deməli quruluşda isə hamının fiziki tərbiyə ilə məşğul olması problemi aradan qalxdı. Bu zaman hərbiçilər döyüş zamanı lazım olan fiziki hərəkətlərlə məşğul olur, əməkçi kütlələr isə əmək prosesində lazım olan hərəkətləri icra edirdilər. Orta əsrlərdə feodalizm quruluşunun bərqərar olması və tarixin səlnaməsində və səhnəsində yeni dövlətlər və xalqların meydana gəlməsi fiziki tərbiyə işində feodal və kəndli siniflərinin mənafələrinin yaranmasına şərait yaratdı. Belə ki, kəndli uşaqları əmək üçün zəruri olan fiziki bacarıqlar qazanmalı, feodal uşaqları isə cəngavərlik tərbiyəsi və bu istiqamətdə bacarıq və vərdişlər əldə etməli idilər. Kapitalizmin inkişaf edib formalaşması fiziki tərbiyənin idman kollektivlərinin də formalarının meydana gəlməsinə şərait yaratmışdır. Bu dövrdə fiziki tərbiyə kollektivləri, bölmə və təşkilatları meydana gəldi. Onlar insanların fiziki tərbiyəsinin formalaşdırılması ilə yanaşı milli şüurun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin aşılanmasına da xüsusi diqqət yetirirdilər. 18-ci əsrin sonu, 19-cu əsrin əvvəllərində bir çox idman növləri müstəqil şəkildə Avropanın böyük ölkələrində Amerika kapitalist istehsal üsulu bazasında ideologiya və siyasətini əks etdirən bir sıra idman növləri inkişaf edib təkmilləşməyə başladı. Bu da yeni sinfi cəmiyyətin obyektiv və qanuna uyğun növləri üzrə inkişafı ilə şərtlənmiş bir proses idi. Müəyyən idman növləri üzrə idman şuraları, idman klubları və təsisatlar da meydana gəldi. Milli çempionatlar, beynəlxalq turnirlər keçirilməsi ənənə halını aldı. Keçmiş Sovet dönəmində fiziki tərbiyə kollektivlərinin yeni bir modelinin
formalaşması baş verdi ki, bu quruluşda fiziki tərbiyə kollektivləri və həm idman növlərinə, həm də insanların çalışdıkları peşə biliklərinə görə yaradılırdı. Demək, həm də fiziki, burada güləş məktəbi, gimnastika, üzgüçülük, həmçinin kolxoz, zavod, ali məktəb və idman növlərinə daxil idi. Bütün idman klublarının, idman cəmiyyətlərinin işi dövlət tərəfindən maliyyələşdirilirdi. Bu klub və ya cəmiyyətin adı könüllü idman təşkilatları olsa da, bu birbaşa dövlətin siyasətinə tabi etdirilmişdir. Bugün müasir dünyanın ən mötəbər yarışlarından biri Olimpiya oyunlarıdır. Bu oyunların xartiyasında qeyd olunduğu kimi Olimpiya oyunları keçirilən zaman bütün müharibələr dayandırılmalı, oyunda sülh və dostluq şəraitində keçirilməli idilər. Olimpiya oyunlarının rəmzi olan emblemində bir-birlərinin içərisinə keçmiş 5 həlqə vardır. Bu həlqələr yer kürəsinin 5 qitəsinin əhatəsində olan gənclərin sülh uğrunda həmrəyliyini və dostluğunu ifadə edir. Xalqımız müstəqillik əldə etdikdən sonra kütlələrin fiziki tərbiyə sahəsində geniş imkanları yaradıldı və bu istiqamətdə fəaliyyətin məzmunu, idarəetmə praktikası, milli dövrəçilik prinsipləri əsasında yenidən quruldu. Bədən tərbiyəsi işlərinə münasibət kökündən dəyişildi. Müstəqil Respublikanın bədən tərbiyəsi və idman haqqında inkişaf proqramı 1997-ci ildə hazırlandı. Bədən tərbiyəsi və idman sahəsində uğurlu nailiyyətlərin əldə edilməsində ölkədə müxtəlif idman növləvi meydançalarının, istirahət parklarının, olimpiya idman komplekslərinin inşa edilməsi güclü imkanlar yaratdı. Ulu Öndər Heydər Əliyev 2002-ci ildə gənclərlə görüşündə belə bir şüarla səsləndirilmişdi ki, Azərbaycanda olimpiya kompleksləri və tikilən idman qurğuları məni çox sevindirir. Gənclər Azərbaycanı inkişaf etdirməli və özündən sonra gələn gənc nəslə ötürməlidirlər. Bizim məqsədimiz bütün Azərbaycan xalqının həm fiziki, həm mənəvi, həm də əqli inkişafının təmin olunmasıdır. Bunun üçün kütləvi bədən tərbiyəsi ilə məşğul olmaq lazımdır. Hal-hazırda böyük rəhbərin ideyaları idmançı gənclərimiz tərəfindən ləyaqətlə davam etdirilir və ölkəmizdən kənarda bütün beynəlxalq yarışlarda dövlət himnimiz səsləndirilir və bu da gəncliyin ümumi inkişafının bir göstəricisi kimi bizə çatdırılır. Diqqətiniz üçün sağ olun, gələn dərslərdə görüşərik.